Maneələr əsasən infrastrukturla bağlı olur. Bakı pilləkənlər şəhəridir, bardürlər şəhəridir. Elə bil ki, qala divarları keçmək istəyən bir yeriyən adam tez-tez hasarlarla, qalalarla rastlaşır. Əlilliyi olan adam, təkərli arabadan istifadə edən adam üçün adi bir dənə pilləkən ya 2 pilləkən Everest zirvəsi qədər bir şeydir. Şəhərin mərkəzi hissələrində bəzi yerlər təkərli araba istifadəçiləri üçün, gözdən əlilliyi olan insanlar üçün bir qədər nəzərə alınıb. Biz getdiyimiz yerlərdə dığırcaqlı yollar görə bilərik və təkərli arabanın rahat, uşaq arabalarının daha rahat istifadəsi üçün müəyyən müəssər yollarla tanış ola bilərik. Oradan keçə bilərik, amma orada da bir xeyli boşluqlar var. Əgər sən məsələn yolun bir hissəsindən keçə bilirsənsə, o bir hissəsində artıq böyük bir maneə ola bilər ya da hər hansısa bir maşın gəlib həmin yerdə saxlaya bilər. Amma bu ümumi əgər faiz etibarı ilə götürsək, Azərbaycanı, məsələn infrastrukturun müəssərliyi cəhətdən bu heç 5% deyil. Azərbaycanda isə 650 mindən çox rəsmi rəqəmdir bu. Əlilliyi olan insan var. Bəlkə də bunun bir 5-6 mini təkərli araba istifadəçiləridir. Nəzərə alsaq ki, bu statistika hələ 2020-ci ildən əvvəlki statistikadır ki, məhz orada Qarabağ, 2-ci Qarabağ savaşı başlamamışdı. 2-ci Qarabağ savaşından sonra da nə qədər adam əlillik qazanıb və onlar da potensial formada şəhərin istifadəçi vətəndaşlardır ki, hansı ki istifadə edirlər, təkərli araba istifadəçiləri ola bilər, gözdən əlilliyi olan adamlar ola bilər və onlar üçün infrastruktura heç də uyğun deyil. Biz nə qədər bu mövzunu işıqlandırsaq da, hətta lazım gəlsə, ən yuxarı rangdan da bu məsələlər səsləndirilsə də, bunun birbaşa həlli hələ ki yoxdur. Niyə? Çünki Nazirlər Kabinetinin müvafiq qaydası, qanunu, müddəaları yoxdur ki, ölkədə yollarda, infrastrukturda bardürlərin, pilləkənlərin, dövlət iaşə obyektlərin fərqi yoxdur, yaşayış binalarının hamısı üçün müəssərliyi təmin edəcək bir dərəcə bucaq olsun. O qanunla müəyyən edilmədiyi üçün az-çox orada-burada etdikləri məsələlərlə kifayətlənir əlilliyi olan insanlar və təkcə əlilliyi olan insanlar yox, analar var ki, hansı ki uşaqları ilə, araba ilə çıxırlar şəhərə, digər yerlərə, onlar da zülüm çəkir. Mən şəxsən tək şəkildə, yəni sərbəst formada çıxa bilmirəm, yeriyə bilmirəm, çünki infrastrukturun müəssər olmamağı nəticədə həmin o qala divarların, hasarların qarşıma çıxardır. Bunun üçün əlbəttə müvafiq orqanlar, aidiyyatı qurumlar səmimi şəkildə bu işin düzəldilməyinə meyilli olmalıdırlar, istəməlidirlər. Nazirlər Kabineti qanunu qüvvəyə minəndən sonraki müəssərlik təmin olmalıdır, şərtsiz şəkildə. Bəli, onda düzəlmək ehtimalı böyükdür. Açığı cəmiyyətdən və cəmiyyət deyəndə vətəndaşlardan xüsusi gözləntim yoxdur. Bunu çünki müvafiq orqanlar, aidiyyatı qurumlar, siyasəti formalaşdıranlar, əlində resursları cəmləyən adamlar, inzibati şəxslər həll etməlidir. Amma yeri gələndə bizim cəmiyyət deyəndə də vətəndaşlar olduqca həssas, kifayət qədər mərhəmətli yanaşır. Məsələn, təkərli araba ilə harasa gəlirəm, orada pilləkənlə qarşılaşıram, hansı ki o məkana girib çıxmaq istəyirəm. Adamlar tez gəlib öz kömək əlini uzadırlar və deyərdim ki, bizim cəmaət olduqca mərhəmətlidir və bu əslində pozitiv bir şeydir. Amma mən insanların, vətəndaşların köməyinə möhtac qalmamalıyam. Heç ümumiyyətlə onlara deməməliyəm. Bəlkə kimsə ümumiyyətlə kömək etmək istəmir. Bəlkə ümumiyyətlə kiminsə özünün də əlilliyi var görünməyən. Ağırlıq olmaz ona. O nə üçün mənə kömək etməlidir? Ona görə hər bir yer müvafiq qaydada, infrastruktur uyğun olmalıdır, müəssər olmalıdır ki, əlilliyi olan insan inklüziv məsələlərdən faydalanıb istənilən iaşə obyektinə, məkana girib çıxa bilsin. Əlilliyi olan insanlar evə qapalır, nəticədə qapınır, yəni çıxa bilmirlər çölə və sosial, psixoloji problemləri yaranır adamların. Sonra deyirlər ki, bizim cəmiyyətdə əlilliyi olan insanları küçədə, bayırda, orada, burada görmək olmur. Avropada amma daha tez-tez rast gəlinir. Nə üçün? Çünki Avropada müəssərlik təmin olunub, inklyuziya təmin olunub. İnklyuziya hər kəsi cəmləmək deməkdir. Hər kəsi əhatə eləmək,
hər kəsi daxil eləmək deməkdir. Və bərabər hüquqlu cəmiyyətin hər bir fərdinə, vətəndaşına eyni qaydada həssas yanaşan siyasətçilər olandan sonra vəziyyət daha da yaxşı olacaq. Onda bizim də məhz hansısa vətəndaşların köməyinə ehtiyacımız qalmayacaq.